Salam əziz izləyicilər, əziz abituriyentlər. Bundan öncəki videoda bu 11-ci sinif din testinin izahını vermişdim. 14-cü testdə video izah dayandı. Telefonda yaddaşdan bağlı problem olduğu üçün. Deməli, həmin testlərin indi izahını verəcəm. 14-cü testdən A variantı testlərin axıra kimi izahına gəlin baxaq. Deməli, 14-cü testdə nə deyir bizə? R radiuslu müntəzəm yüklənmiş kürənin elektrostatik sahəsinin intensivliyinin kürənin mərkəzindən olan məsafədən asılılıq qrafiki. Bu yüklənmiş kürənin daxilində intensivlik sıfırdır. Yük bütün kürənin səthində toplanır. Kürənin daxilində intensivlik sıfır olur. Mərkəzdən uzaqlaşdıqca isə mərkəzdən hər hansısa bir məsafədən asılılıq qrafiki Y bərabərdir K Q0 bölək R kvadratı düsturuna görə məsafədən tərs asılı şəkildə gedir. İntensivlik məsafədən tərs asılıdır. Kürənin daxilində isə intensivlik nədir? Sıfırdır. Metal kürəyə müsbət Q2 verilmişdir. Metal kürəyə müsbət Q2 verilmişdir. Elektrik sahəsinin verilmiş nöqtələrdəki potensiallar arasında hansı münasibət doğrudur? Potensial F bərabərdir K Q bölək R-dən təyin olunur. Potensial skalyar kəmiyyətdir. Müsbət yük üçün potensial müsbətdir. Mənfi yükün potensialı isə mənfi olur. İndi burada müsbət yüklənmiş deyir, düzdürmü? Deməli, onda potensial məsafədən nədir? Tərs asılıdır. Müsbət yük üçün potensial məsafədən tərs asılıdır. Yəni, məsafənin artması ilə potensial azalacaq. Əgər mənfi yük üçün olsaydı, tərsin olardı. Deməli, müsbət yüklənib və burada kürənin mərkəzindəki potensial, səthindəki potensiala bərabərdir. Fi O bərabərdir Fi A-ya, o da bərabər Fi B və səthdəki potensial ən böyükdür. Niyə? Səthdən uzaqlaşdıqca məsafə artır. Məsafənin artması ilə potensial neyinir? Azalır. D variantı. Növbəti testə baxırıq. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Deməli, U bərabərdir konstant. Kondensatorun enerji sıxlığının lövhələr arasındakı məsafədən asılılıq qrafiki. Lövhələrin sahəsi dəyişmir. Enerji sıxlığının W bərabərdir vahid həcmə düşən enerjiyə bərabər olduğunu bilirik. Düzdürmü? Enerji sıxlığı vahid həcmdəki enerjini ifadə edir. Burada enerjinin yerinə SU kvadratı böl 2 yazsaq, məxrəcdə də həcm var. S-nin yerinə epsilon 0 S U kvadratı böl 2 D və həcmimiz var burada. Epsilon 0 S U kvadratı 2 D qalır. V-nin yerinə S D yazsam, S-lər gedir. Burada qalır bizdə epsilon 0 U kvadratı böl 2 D kvadratı. Göründüyü kimi bu düsturda enerji sıxlığının D-dən asıllıq qrafiki olacaq tərs asıllıq şəklində. Düz cəryanlı naqili maqnit sahəsində hərəkət edən protona təsir edən Lorentz qüvvəsi. Deməli, bizə düz cəryanlı naqil verilibdir. Düzdürmü? Naqildən axan cəryan sağa doğrudur. Burada Lorentz qüvvəsinin istiqamətini istəyirsə, biz bilirik ki, Lorentz qüvvəsinin istiqaməti tapılır sol əl qaydası ilə. Sol əl qaydası necədir? Sol əlimizi maqnit sahəsində elə yerləşdirməliyik ki, B xətlərinin perpendikulyar toplananı sol əlin ovucuna daxil olsun. 4 barmaq naqilin yüklü zərrəciyin hərəkət istiqamətində, müsbət yüklü zərrəciyin hərəkət istiqamətində, baş barmaq isə deməli 4 barmaq sürətin, baş barmaq isə qüvvənin istiqamətini göstərir, Lorentz qüvvəsinin. Lorentz qüvvəsinin istiqamətini tapmaq üçün deməli bizə öncə nəyi bilmək lazımdır? B xətlərinin istiqamətini. Deməli biz bilməliyik ki, onda cəryanlı düz naqildə B xətlərinin istiqaməti necə tapılır? Deməli, naqildən cəryan axır sağa doğru. B xəttin istiqamətini tapanda sağ əl qaydasını tətbiq edirik. Sağ əlimizdə bu naqili elə tutmalıyıq ki, sanki, baxın, bunu mən göstərə bilmirəm, düzdürmü? Ona görə mən dedikcə siz də əlinizdən təsəvvür etməyə çalışın. Sağ əlimizi elə tutmalıyıq ki, sanki qələmi sağ əlinizə alın və qələmin ucu sağa doğru olsun. Yəni, qələmin ucu bizdə burada göstərəcək cəryan istiqamətini, düzdürmü? Deməli, sağ əlimizi elə tuturuq ki, baş barmaq cəryan istiqamətini, 4 barmaq B-nin istiqamətini göstərir. Qələmi ovucumuzun içinə aldıqmı? Baş barmağım getdi qələmin ucu tərəfə, yəni cəryanın istiqamətini göstərdi.
4 barmağım qələmin yuxarı hissəsində, yəni naqilin yuxarı hissəsində mənə doğru baxır. Yəni şəkildən bizə doğrudur. 4 barmaq qələmin aşağı hissəsində isə şəkilə doğru. Yəni yuxarı hissədə 4 barmağımız bizə doğru baxır, düzdürmü? Şəkildən bizə olanda nə olur? İnduksiya vektorumuz nöqtə şəklində. B xətlər olacaq nə? Nöqtə şəklində. Deməli bizə yuxarı hissədə nöqtə, aşağı hissədə sahəmiz nə oldu? Vuraq. Yuxarı hissə bizə lazımdır. Niyə? Çünki yüklü zərrəciyimizi bizə verib yuxarıda. Deməli, burada yüklü zərrəciyimizi göstərək. Müsbət yüklü zərrəcikdir. Deyir ki, V sürəti ilə sola doğru gedir. İndi Lorentz qüvvəsinin üçün sol əlimiz bizə lazımdır. Sol əlimizi nə edirik? Əlimizin üstü bizə baxacaq şəkildə tuturuq. 4 barmaq sürət, baş barmaq Lorentz qüvvəsinin istiqamətini göstərəcək. Deməli, Lorentz qüvvəsinin istiqaməti oldu. Üzü yuxarıya doğru. A variantı. 18-ci testə baxırıq. Naqilin aktiv hissəsindən axan cəryanın və bir cins maqnit sahəsinin induksiya xətlərinin istiqaməti verilib. Amper qüvvəsinin naqilə təsir edən amper qüvvəsinin istiqamətini istəyir bizdən. Demək, amper qüvvəsinin istiqaməti necədir? F amper qüvvəsinin istiqaməti, bu da Lorentz qüvvəsi kimi sol əl qaydası ilə tapılır. Sol əlimizi elə tuturuq ki, B xətləri perpendikulyar olaraq sol əlin ovucuna, 4 barmaq göstərəcək cəryanın istiqamətini, baş barmaq göstərəcək amper qüvvəsinin istiqamətini. Getdik. Sol əlimizi tuturuq, B xətləri sol əlin ovucuna daxil olur. 4 barmaq cəryanın, baş barmaq bizdən şəkil müstəvisinə doğru perpendikulyar olacaq. Deməli, amper qüvvəsi oldu. Bizdən şəkilə doğru perpendikulyar. B variantı. 19-cu testə baxırıq. Cəryan şiddəti sabit qaldıqda. Cəryan şiddəti. Maqnit sahəsinin enerjisinin induktivlikdən asılılıq qrafiki verilibdir. Cəryan şiddəti ədədi qiymətcə hansı ifadəyə bərabərdir? Deməli, burada düzbucaqlı üçbucaq qururam. Və bu düzbucaqlı üçbucaqda alfa bucağını təyin edək. Alfa bucağının tangensini tapaq. Deməli, baxın, bu tərəf bu oxa paraleldir, düzdür. Bura W-dursa, burada W-dur. Oturacağımız isə induktivlikdir. Onda tangens alfa nəyə bərabərdir? İti bucağın qarşısındakı katetin bitişik katetə nisbəti. W maqnit sahəsinin enerjisinin yerinə isə maqnit sahəsinin enerjisinin yerinə yazacağım. L-i kvadratı bölü 2. L-i kvadratı bölü 2. Məxrəcdə də L var. L-lər getdi, kvadratı bölü 2 qaldı. Buradan cəryan şiddətini bizdən istəyir. I kvadratı bərabərdir 2 tangens alfa. Hər tərəfdən kvadrat kök alsam, kök altda 2 tangens alfa olacaq. Elektrometrin iş prinsipi əsaslanır elektrik yüklərinin qarşılıqlı təsirinə. Maqnit sahəsində hərəkət etdirilən naqildə yaranan induksiya cəryanının istiqaməti. Deməli, maqnit sahəsində hərəkət edən bu naqildə yaranan induksiya cəryanının istiqamətini biz Lorentz qüvvəsinin istiqamətinin tapılması ilə sol əl qaydasından da tapa bilərik. Sol əl. Sol əl qaydasına görə. Yenə sol əlimizi elə tutacağıq ki, B xətləri ovucumuza gəlsin. B xətləri nöqtədir, düzdürmü? Nöqtə nə deməkdir? Şəkildən bizə doğru perpendikulyar axır. Deməli, biz bu zaman əlimizin üstü bizə baxacaq şəkildə sol əlimizi tuturuq. 4 barmaq göstərəcək burada sürəti, baş barmaq göstərəcək induksiya cəryanını. Yəni, Lorenzdə baş barmaq Lorentzi göstərirdi, burada əvəzləyir induksiya cəryanını. Sağ əl qaydasından da təyin edə bilərsiniz. Sağ əl qaydasında isə 4 barmaq bizdə göstərəcək induksiya cəryanı istiqamətini, baş barmaq göstərəcək sürətin istiqamətini. Deməli, onda sol əl qaydasını gəlin tətbiq eləyək. 4 barmaq sürət, baş barmaq induksiya cəryanı istiqaməti oldu sola doğru. C variantı. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin fırlanma periyodunun induksiyadan asılılığını istəyir. 2pi m bölü q b ifadəsinə görə periyod induksiyadan tərs asılıdır. Məftil çərçivəni kəsin maqnit seli 2 saniyədə, bərabər 2 saniyədə 4 Weberdən 12 Weberə qədər artdı. Maqnit seli fi 4 Weberdən 12 Weberə qədər artdı. Yəni, maqnit selinin dəyişməsi oldu 8 Weber. İnduksiya elektrik hərəkət qüvvəsinin modulunu istəyir. İnduksiya elektrik hərəkət qüvvəsinin modulunu istədiyi üçün delta fi bölü delta t yazıram və burada 8-in 2-yə nisbət eləyəcək 4 volt.
Hansı faydalar doğrudur? B nöqtəsinə mənfi yük gətirildikdə, B nöqtəsinə mənfi yük gətirilərsə, A nöqtəsində intensivlik və potensial necə dəyişər? Deməli, intensivliyi potensialı superpozisiya prinsipinə əsasən müəyyənləşdirə bilərik. Yəni, A nöqtəsində müsbət yükün, baxın, bu müsbət yükün yaratdığı intensivlik A nöqtəsində sağa doğru yönəlir. Müsbət yükdən intensivlik xətləri çıxır. Müsbət yükün yaratdığı intensivliyə deyirəm Y1. Mənfi yükün intensivliyi isə özünə doğru yönələcək. Mənfi yükün intensivliyi həmin mənfi yükə doğru yönəldi. Y2. Onda Y2-ün intensivliyi yazsaq, A nöqtəsindəki Y2-ün intensivliyi eyni istiqamətdə yönəldiyi üçün toplanır. Potensialı tapsaq A nöqtəsində müsbət yükün potensialı nədir? Müsbət. Mənfi yükün potensialı nədir? Mənfi. Nə olacaq onda? Buna F1 tutaq ki, buna F2 desək, F1 minus F2. Yəni, potensial azaldı. Mənfi yük gətiriləndə intensivlik artdı. Artar, azalar. 1, 3. Radiusu R olan müsbət yüklənmiş metal kürəmizdir. Radiusu nədir? R-dir. Səthindəki potensial, burada potensial 40 voltdur. Fi bərabər 40 volt verib bizə kürənin səthində. Kürənin mərkəzindən 4R məsafədə. Fi bərabər K2 bölək R-dir, düzdürmü? R radiuslu kürənin səthindəki potensial 40 voltdursa, mərkəzdən 4R məsafədə, yəni məsafə 4 dəfə artanda potensial nə edəcək? 4 dəfə azalacaq, olacaq 10 volt. Tutumları bu olan iki kondensator ardıcıl birləşdirilir və 120 voltluq sabit gərginlik mənbəyinə qoşulur. Deməli, gəlin birləşdirək. İki kondensator ardıcıl birləşdirilir və 120 voltluq sabit gərginlik mənbəyinə qoşulur. Birinci kondensatorun tutumu 40-dır, ikinci kondensatorun tutumu 10 mikrofaraddır. Deməli, biz nə edirik? Ardıcıl birləşmədə bilirik ki, yük nədir? Konstantdır. S bərabər Q böl U ifadəsinə görə yük sabitsə, tutum gərginlikdən necə asılıdır? Tərs asılıdır. Demək ki, biz burada gərginliyi tutumdan tərs asılı olacaq şəkildə bölüşdürməliyik. Deməli, gəlin belə edək. 40 voltluq, 40 mikrofaradlıq tutumu olan kondensatorun gərginliyinə. Burada da bir voltmetrimiz olsun, V2. V1 voltmetri, V2 voltmetri, düzdürmü? V1'imiz olsun X desək, V2'miz, yəni ikinci kondensatorun tutum 10'dur, düzdürmü? Birincidən 4 dəfə azdır. 10, 40'dan 4 dəfə azdır. Tutum 4 dəfə azdırsa, gərginlik 4 dəfə çox olacaq, yəni 4x olacaq. Deməli, biz ardıcıl birləşmədə də mənbənin gərginliyi digər kondensatorların gərginlikləri cəminə bərabərdir. Onda yazaram, 120 bərabərdir. V1'imiz x, V2'miz 4x demişdik. 5x bərabər 120, x bərabərdir 24. Deməli, 24, digərinki isə 96 volt oldu. Deməli, birinci kondensatorda gərginliyimiz 24 volt, ikincidə oldu 96 volt. Bizdən birincini istəyirdi, tapdıq 24 volt. Digər testdə baxırıq. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun lövhələrin sahəsini dəyişməyib, aradakı məsafəni artırdıqda. Getdik. Deməli, deyir ki, kondensatorun lövhələrinin sahəsini dəyişməyib, S konstantdır. Aradakı məsafəni 2 dəfə artırdıqda kondensatorun gərginliyi. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorda gərginlik dəyişməz. 1. Kondensatorun yükü Q bərabərdir CU-dur. Müstəvi kondensatorun tutumu da epsilon 0 S U böl D-dir. Düzdürmü? İndi müstəvi kondensatorun sahəsini dəyişmir. S sabitdir. Sabit gərginlik mənbəyinə qoşulub. U sabitdir. U bərabər konstant. U sabitdir. Yük məsafədən necə asılıdır? Görürük ki, buradan tərs asılıdır. Yəni, məsafə 2 dəfə artanda yük nə inəcək? 2 dəfə azalacaq. Yük 2 dəfə azalar, 3 də doğrudur. Enerjini soruşur bizdən. Enerji W bərabərdir. Hansı düsturu yazacaq? Gərginlik sabit olduğu üçün gərginliyin olduğu düstur. C kvadratı böl 2. Buradan nə edirəm? Tutumu əvəzləyirəm. Epsilon 0 S böl D kimi yazıram. Baxıram buradan gərginlik sabit. Sahəni sabit verib. Epsilon 0 elektrik sabiti də onsuz da sabit kəmiyyətdir. Burada məsafəni 2 dəfə artırdıqda enerji 2 dəfə azalacaq. 5. 1, 3, 5 alındı demək ki.
Hansı ifadələr doğrudur? Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan elektronun sürəti azalarsa, yəni maqnit sahəsinin induksiya xətlərinə belə deyək də, vuraq və ya nöqtə ola bilər sahəmiz, fərq eləmir. Maqnit induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan elektron B xətlərinə perpendikulyar istiqamətdə sahəyə daxil olursa, elektron necə hərəkət edəcək? Çeviri üzrə bərabər sürətlə hərəkət edəcək. Elektrona təsir edən qüvvənin istiqamətini göstərsək, 4 barmaq sürət, baş barmaq qüvvə mənfi olduğu üçün tapdığımız istiqamətin əksini götürürük. Yəni elektron burada nə elədi? Çevrəcizdir. Sadə qrəb istiqamətində hərəkət edən bu formada çevrəcizdir. Düzdürmü? Aha. Yəni çeviri üzrə hərəkət edir və perpendikulyar daxil olanda yüklü zərrəcik maqnit sahəsinə. Bu zaman radius elektronun sürəti azalarsa, radius nədir? mv böl qb-dir. Düzdürmü? Daxil olan elektronun yükü, kütləsi sabitdir. İnduksiya sabitdir. Bir cins maqnit sahəsidir. Sürət azalarsa radius nə edəcək? Azalacaq. Bir doğrudur. Çevrənin daha sonra nəyini soruşur? Periodu. Periodun düsturu nədir? 2pi m böl qb-dir. Sürətdən asılı deyil, period dəyişməz. 1-4. 29. Nöqtəvi müsbət Q0 yükünün, deməli, nöqtəvi yükümüz var burada. Sahəsində müsbət Q yükü qapalı trayektoriya üzrə, yəni 1-dən gəlir 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə və 5-ə, daha sonra 5-dən də 1-ə hərəkət etdirilir. Yükün yer dəyişməz zamanı sahənin gördüyü iş nə vaxt müsbət, nə vaxt mənfi, nə vaxt sıfırdır. Sıfır olduğu halı gəlin tez qeyd eləyək ki, baxın, bunu çevrəyə tamamlasam, baxın. Deməli, 3 və 3, 4, 5 nöqtələrindən çevrəyə tamamlasaq. Baxırıq ki, bu nöqtəvi yükün ətrafında yaratdığı, baxın, bu konsentrik sferaları çəkdik və bu sferaların üzərindəki nöqtələrdə potensiallar eynidir. Nöqtələrdə, yəni iş sıfır olacaq. Sahənin gördüyü iş sıfırdır. İş nədir? Q, F1 minus F2'dir. Düzdürmü? Bu nöqtələrdə nəyə görə dedik ki, ekvipotensial səthlərdir? Çünki müsbət yükün intensivi xətləri necə yönəlir? Müsbət yükün intensivi xətləri həmin yükdən çıxan düz xətləri şəklində, düzdürmü? İntensivlik xətləri. Aha. Ekvipotensial səth nəyə deyilir? Ekvipotensial səth odur ki, intensivlik xətlərinə perpendikulyar olan səthlərdir, düzdür? Həmin o perpendikulyar nöqtələri də birləşdirsəm, bu yükün ətrafında konsentrik sferalar alıram. Yəni, nöqtəvi yükün ekvipotensial səthləri onun ətrafında konsentrik sferalar şəklindədir. Və bu nöqtələrdə potensial eyni olacaq. Düzdür, potensial eyni olduğu üçün iş nə olur? Sıfır olur. Deməli, iş sıfırdır. 1-2 trayektoriyasında 1-dən 2-yə hərəkətdə iş sıfırdır. Daha sonra 2-3 hissəsində yox, 3-4 hissəsində, 4-5 hissəsində, 3-4, 4-5. Aha, bu trayektoriyalarda iş sıfırdır. Geri qalan digər hallara baxaq. Buradan mane olmasın bu şəkillər bizə. Aha. Deməli, baxıram indi digər trayektoriyamıza 2-3-ə. Aha, deyək ki, nöqtəvi müsbət yükün sahəsində müsbət yük hərəkət etdirilir. Hərəkət etdirilən nədir? Müsbət Q yükü. Müsbət Q yükü. Bu Q0 yükünün yaratdığı sahədə hərəkət etdirilir. Müsbət Q yükünü nə edir? 2-dən 3-ə gətiririk. Aha, 2-3 trayektoriyası üzrə hərəkət etdirəndə, yəni bu müsbət yüküm nə edir? 2-dən 3-ə gedir. Aha, müsbəti həm də özündən itəliyirmi F qüvvəsindən, həm də müsbət özü 2-dən 3-ə doğru gedir. Qüvvə ilə sürət eyni istiqamətdədirmi? Demək ki, hərəkətimiz nə olacaq? Yeyinləşən, yəni qüvvə, əvəzləyici qüvvə deyəndə biz yanında təcili də düşünürük, düzdürmü? Eyni istiqamətdədir. Qüvvə sürətdən, təcil sürətdən eyni istiqamətdədirsə, hərəkətimiz yeyinləşəndir. 2-3 trayektoriyasında hərəkət yeyinləşəndir. Yeyinləşən hərəkətdə iş nədir? Müsbətdir. Sahənin gördüyü iş deməli 2-3 trayektoriyasına müsbətdir. 2-3-B. Aha, daha sonra baxıram 5-1 trayektoriyasına. 5-dən 1-ə, yəni müsbət yüküm nə edir? 5-dən 1-ə doğru bu formada gedir. Müsbəti itələdi. Qüvvə ilə sürət əks istiqamətdədir.
və iş nə olacaq? Mənfi. 5-1 trayektoriyasında işimiz oldu. Mənfi. 30-cu testə baxıram. Elektrik cəryanı keçən sarğaçdakı cəryan şiddəti 3 dəfə artarsa, sarğaçda maqnit sahəsinin enerjisi L kvadratı bölü 2. Sarğacın induktivliyi sabitdir. Yəni elektrik cəryanı keçən sarğaçdakı cəryan şiddəti 3 dəfə artanda maqnit sahəsinin enerjisi 9 dəfə artacaq. 1-ə uyğundur A. Maqnit seli Fi bərabərdir LE. Cəryan şiddəti 3 dəfə artanda maqnit seli 3 dəfə artar. C. İnduktivlik Fi böl İ'dir. Fi bərabər L'dən təyin etsək, induktivlik burada Fi'dən, İ'dən asılı deyil. İnduktivlik dəyişməz. Y. Deməli, A variantı testlərinin izahı bitdi. Bu qədər. Başa düşmədiyiniz hissələr olsa, şərh bölməsində qeyd edin və yaxud da ki, hansı videoların izahını görmək istərdiniz, qeyd eləsəz, sevinərdim. Təşəkkürlər izlədiyiniz üçün.